Hər gün onlarla şəxsin bank kartlarından vəsaitləri oğurlanır. Hələlik bu məsələnin birdəfəlik həlli mümkün olmayıb. Başqa sözlə, indi də aldanaraq kart məlumatlarını başqalarına ötürən və ya bilmədiyi platformalarda o məlumatları paylaşanlar az deyil. Nəticədə kiberdələduzlar kartda olan vəsaiti son qəpiyinə qədər başqa hesablara ötürürlər. Bəs hansı hallarda kartlardan və ya elektron pul kisələrindən oğurlanan vəsaitin geri qaytarılması mümkün ola bilər? Dünən Daxili İşlər Nazirliyi açıqladı ki, əgər kartdan çıxarılan vəsaitlə bağlı 1 saatdan gec olmayaraq aidiyyəti üzrə məlumat verilmirsə, həmin pul artıq ölkədən çıxır. Kartdan vəsait oğurlanan zaman ilk 1 saat ərzində aidiyyəti üzrə məlumat verməyin vacibliyindən danışan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyir ki, ilk 1 saat kritik zaman pəncərəsi hesab edilir. Banklar və ödəniş sistemləri ilk 1 saatda əməliyyatı izləyib, dayandırmaq və ya bloklamaq imkanı əldə edə bilərlər. Əks halda vəsait ölkədən kənara, kriptovalyutaya və ya anonim hesablara yönləndirilir. Bəli, həmin vəsaiti 1 saat ərzində geri qaytarmaq bəzi hallarda mümkündür. Bu isə bir neçə amildən asılıdır. Əsasən əməliyyat hələ tamamlanmayıbsa, vəsait dondurula və ya geri qaytarıla bilər. Bank dərhal xəbərdar edilərsə, şübhəli əməliyyatlar bloklaya və ya müvəqqəti dayandırıla bilər. Polisə və ya kibercinayətkarlıq məşğul olan dövlət qurumlarına məlumat verilərsə, texniki izlərdən istifadə edilə bilər. Kartlardan vəsaitin oğurlanmaması üçün başlıca olaraq kart sahibləri tanımadıqları mənbələrlə və şəxslərlə heç bir individual məlumatlarını paylaşmamalıdırlar. 2 faktorlu identifikasiya olan sistemlərdən istifadə etməlidirlər. SMS və ya mobil bildirişlər daim açıq olmalıdır ki, istənilən əməliyyatdan dərhal xəbərdar ola bilsinlər. Xüsusən bank proqramlarından istifadə etməlidirlər. Orada da bildiriş ala bilərlər bu mövzularda və şübhəli əməliyyatları asanlıqla müşahidə edə bilərlər. Etibarsız linklərdir, e-maillərdir klikləmək olmaz. Çünki əsasən müşahidə edirik ki, phishing tipli saytlar hazırlanır və bu phishing tipli saytlar insanları inandıraraq onların kart məlumatlarını istəyir. Bütün hallarda kibermaariflənmə aparılmalı. İnsanlar özləri də bu sahədə ciddi məlumatlar bilməlidirlər. Ekspertlər bildirirlər ki, kiberdələduzların toruna ən çox düşənlər məhz məlumatsız insanlardır. Məlumatlı şəxslər öz vəsaitlərini qorumağı maksimum şəkildə təmin edə bilirlər. İslam Əşrəfov, Ülkər Qasımqızı, Xəzər xəbər.